Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizə Masazır qəsəbəsində marşruta, məktəbə tam yaxın olan bir ərazidə 2 mərtəbəli 4 otaqlı tam təmirli belə bir ev təqdim edəcək. Gördüyünüz kimi evimizin sayğacları da hamısı qoyulub. Qaz, su, işıq sayğacı üçü də yerindədir. Evimiz 4 otaqdan ibarətdir. Sənədimiz çıxarış kupça, yani paket kupça, ipotekaya yararlı bir evdir. İndi hal-hazırda evimizin bayır vidini sizə təqdim elədi. Evimizin hündür bir padvalı da var. İndi padval hissəsini də sizə təqdim eləyək. Yəni evdə tam artıq əşyaları bura qoya bilərsiniz. Yəni otaq kimi də istifadə eləmək olar. Çox geniş, hündür bir padvalı var. İndi hal-hazırda evimizin həyətini bir daha sizə təqdim edirik. Gördüyünüz kimi azadlıqla 2 maşın həyata daxil ola bilir. Əlavə belə bir oturmağa yeri də var. İndi evimizin dəhlizindəyik. Birinci mərtəbədə bir geniş qonaq otağı, bir mətbəx, bir santer qurşağı yerləşir. Gördüyünüz kimi bu evimizin qonaq otağıdır. Gözəl dizaynla da yığılıb. Belə bir qonaq otağımız var. Geniş pəncərələri də var. Qonaq otağı tam şəkildə işıqlı bir qonaq otağıdır. İndi sizə qonaq otağının əks tərəfdən də təqdim edirik. Birinci mərtəbədə olan mətbəxi də sizə təqdim eləyək. Bu birinci mərtəbədə olan mətbəximizdir. Belə bir mətbəximiz də var. İndi hal-hazırda santer qurşağını da sizə təqdim eləyək. Bu birinci mərtəbədə olan santer qurşağımızdır. İkinci mərtəbədə də 3 yataq otağı yerləşir. Gördüyünüz kimi evimizin Wi-Fi-sı da çəkilib. İkinci mərtəbədə də 3 yataq otağı və bir santer qurşağı yerləşir. Bu bizim ikinci mərtəbədə olan bir yataq otağıdır. Gördüyünüz kimi 3 pəncərəsi var. İndi ikinci, üçüncü yataq otaqlarını da sizə təqdim edək. Qeyd elədiyimiz kimi evimiz 4 otaqdan ibarətdir. 2 santer qurşağı, 1 mətbəx, 1 qonaq otağı, 3 yataq otağından ibarət. Gördüyünüz kimi burada belə bir yerimiz də var. Evdə şkaf yığmaq üçün lazım olan bir yerdir. Bu da 3-cü yataq otağımızdır. Evimizin 4-cü otağı. İndi hal-hazırda sizə balkonunu da təqdim edək. Bir daha qeyd edək ki, evimiz Masazır qəsəbəsində məktəbə marşruta tam yaxın olan bir ərazidə yerləşir. Evimiz 98.000 manatla satışa çıxıb. Yəni bizlə gələn müştəriyə güclü endirim olunacaq. Evin yəsi özü deyib, mən də sizə bu formada təqdim edirəm ki, bizlə gələn müştərilərə güclü endirimlər olacaq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın və öncədən təşəkkürümüzü bildiririk.